şikayətlər artıq dərəcədə çox. Sonra Andres Herkel'dən qabaq Grosandi. Yəqin ki, onu da tanıyırsınız. Həmin o şəxsiyyətlə də mən Gross. Həmin şəxsiyyətlə də mən dəfələrlə danışmışam. O mənə prosta ki, mənim indi bu səlahiyyətim mənim əlimdən gedib, mən bu işlərə məşğul olmuram artıq və Herkel məşğul olur bu işlərlə. Ona görə də məni yönəltdi Herkel'ə. Sonra Amerikada Human Rights Watch təşkilatı var. Həmin təşkilatda Rachel Denver, yəqin ki, bu tanınmış şəxsiyyətdir, hamınız bunu tanıyırsınız, eşitmişsiniz, bu insan haqqında. O xanımla da mən dəfələrlə danışmışam. Son sözü oldu ki, bu işlə mən özüm məşğul olmuram birbaşa və Gürcüstanda bizim nümayəndəliyi var. Hansılar ki, bütün Qafqaz üzrə bu işlərlə məşğul olan bir şəxsiyyət. Adı da Georgidir. Həmin şəxslə də mən əlaqə saxladım və onunla təmasda oldum. Bəli. Demək olar bir il təmasda oldum. Ancaq heç bir nəticə əldə edə bilmədim. Çünki onların son sözü o idi ki, yəni bu işlərlə niyə siz məşğul olursunuz? Vəkiliniz yoxdur, bu sual. Siz məhbusun yaxınlarısınız da, belə deyək. Bacısısınız, yoldaşısınız, məsələn, yaxın adamlarsınız. Siz belə deyəndə, yəni siz onların hüquqlarını müdafiə edəcəksiniz. Yəni bu normal haldır. İstəməyəcəksiniz. Advokat da məni kim deməyəcək, can təşanlıq eləməyəcək. Var idi o vaxtı. Onun suda olurdu, heç getmirdi advokat suda. Deyirəm, ay dayı, niyə getmirsin? Ay qızım, deyir, o suda olan olacaq, torba da olacaq. Advokat var idi. Gəlsən, onların özləri seçmişdi. Bizim kəndə vəkil olur. Bizim vəkilimiz, məsəl üçün, ingilis dilini bilmədiyindən məcbur olurdum özüm onların əlaqə saxlamaq. Ondan başqa Amnesty International'dan Mr. Broyers adlı şəxsiyyət, o da bütün Amnesty International demək olar ki, o komissariyyət idi, Avropa Komissiyasının rəhbəri, sədri. Yəni onunla da təmasda olmuşam o vaxtlar və Lawrence Broyers'lə də. Lawrence Broyers düzdür, dedi ki, mən çalışacağım, kömək edeyim. Açıq. Və 2008-2009-cu ildə Amnesty International reportunda, hesabatında Said Dadaşbəyinin adı gedir. Yəni ki, belə bir insan var və o tutulur həmin illərdə. Sonra, onu da incələcəm, hələ Patikonik olur. Amnesty International sonra elə oldu ki, Lawrence Broyers'ı böyütdülər vəzifəsini. İndi hal-hazırda xanım orada işləyir, Zülfiyə xanım. O Azərbaycanla görüşəcəklər. Onlar da bizə görüşməyə söz veriblər. Sizin ingilis dili bilmək çox yaxşıdır. Bu işə çox kömək edə bilər. Sonra, amma hökmən bir nəfər, çox məsəl tanıdığı bir nəfər hüquqşünas olsun ki, hüquqşünas olsun, lazım gəndə hüquqi sənədlərin hazırlanmasını belə bir də. Sonra o məsələdə işçilik təşkilatı var, dünya üzrə. İşgəncələrə qarşı belə bir təşkilat var, bütün dünya
gözü. Leyla Yunus bizim məsələni Norveçdə qaldırır. Qəzetdə də yazılır bu haqda. Yox, siyahıya daxil olmur. Norveçdə, yox, siyahıya daxil olmayıb, amma bu məsələni Siyahıya daxil olmaq deyib, çox vacib. Biz onlarla danışmışıq. Yəni, mən onlarla mesela biraz eləmişəm ki, bəs vahid siyahı olmalı Azərbaycanda. O yaxşı. Şimdi bu dəqiqə siz də deyə bilərsiniz, bir dənə hüquqda və təşkilat yaradarsınız, siz də bir dənə siyahı hazırlayırsınız. Nə deməkdir bu? Onlar işləyir onlarla. Onlar da dedilər ki, Onlar işləyir. Monitor Gelmişik, daxil edin. Atraf xanım Qarabağ məsələləri ilə daha çox məşğuldur və ona görə də düzdür, bizə söz verdi ki, mən vaxtımı ayırıb bu işlə məşğul olacağım. Biz dedim ki, bütün sənə son danışığım oldu, Navella xanlar oldu ki, monitor o dedi ki, biz gözləyirik Avropa Şurası Parlament Asambleyasında bir kriterlər hazırlanacaq, kimlər siyasi məhbus hesab olunur. Məncə Avropa Şurasının Əslində bu İranla niyə görə əlaqələndirirlər? Bu uşaqlardan bəziləri məşədə ziyarətə gedir və bir biznes əlaqəsi olur İranla. Başqa bir əlaqəsi olmur. Amma əslində bunlar mətbuatda belə də qabarıq formada İranın adını hallandırır. Amma əslində də İranın adını çəkmirlər. Bunlar həm mason agentləridir, həm xristiyan agentləridir. Bəzi Avropa ölkələrin adları ittiham haqqında çəkilir. Oysa bunlar bunu demirlər. Niyə görə? İranın adı bəhtamdır, ona görə. Bir də İranla gediş-gəliş olub məşəd ziyarətinə və bir də biznes məsələsi ilə ona görə. Amma beləliklə Avropa ölkələrin adını da çəkirlər. Əslində şikayət edirlər. Mən bu yaxında mətbuatda dedilər ki, Amerikaya bu terrorizm, hatta bizim uşaqlara terrorist statyası verməyiblər. Amma axır vaxtda terrorun siyahısına qatırlar, adlandırmaq istəyirlər terrorçular. Başqa bu xıdları yoxdur. Televizorda da bunu deyir. Bəli, internet saytında mən oxuyuram ki, açıq verirlər Amerikaya ki, Amerikada bunları mükafatlandırır ki, bəli, terrorizmi burada edirlər. Amma əslində Amerikanın da adını bu işin içində çəkirlər. Mason şeyləri kimi, agentləri kimi bunları adlandırırlar. İttiham haqqında cümlələr var ki, Avropa ölkələrində yaşayan xristiyan məzhəblərinin gizli mason təşkilatları kimi bunlar dövlət çevriliş edirlər. İranı prosto belə qabarıq formada deyirlər də mətbuat, amma əslində tək İranın adı çəkilmir. 14 il iş verirlər, bildiriş göndərirlər ki, gəl ses verirlər. Budur, baba, reallıq budur. Sabah bunların da adından özləri qol çəkib kiminsə seçirlər. Ona görə də Reva xanım deyir ki, normal demokratiya seçki olur. Siz hardan bilirsiniz ki, orada uşaqları da məcbur eləməyəcək? Məcbur edirlər. Orada yiyəcənin adamı olur ki? Bir adam Yox, səs verməsin. Sizin mən səsdən imtina edirlər. Niyə üçün öyrürlər? Mən deməyəcəyim. mən bilirəm. Yox, əgər bizə ki, mən kiməsə səs verirlər, onlarda bu cavabı. Onlardan azı var ya, onlar bizdə sabına qol çəkməli. Yox, mən özüm deyər, onu olacaq. Bir protokol yazılırdım ki, səsdən imtina edirlər. Bir söz deyim, mənim oğlum həcdən gələndə onu tutmuşdular. İndi hal-hazırda da 11 sayılı icazə çəkmə müəssisəsindədir. Həcci olduğuna görə bir ilk həccidir, necə deyirlər, ağıllı dindardır, onun savadlı uşaqdır, İslam Universitetini tutarır, onun yoldaşı da oradadır. Bunun ətrafında çox adam var. Onu çağırdılar seçki vaxtı. Səndən xahiş edirik, bilmirəm, konkret deyiblər ki, mən səs verir. Bu deyir, mən imtina edirəm səs verməkdə. Çağırırlar, səndən xahiş edirik, səs verməlisən və sənin ətrafındakılar da səs vermədə iştirak eləməlidirlər. Ancaq onu deyə bilmərəm, onu məcbur ediblər ki, kiməsə səs verir. Ancaq getməlisən sən. Onu deyiblər ona. Bax, mən onu sizə deyirəm. Oğlumuz xəstə oldu. Onda ki olub da, tutulmadan əvvəl. Mənim oğlum əvvəl Hüseyin, orada protokol səslənəcək. Yeganə adam.
dünya ona çox az diqqət edir. Amma bugün Amerikanın və yaxud Afrikanın çölü diyabanında bir aclıq elan edənə görürsən ki, bütün dünya hayşu edir ki, belə. Amma bizə Azərbaycana gəlib çatanda isə, belə bir aksiyaya gələndə isə, əfsuslar olsun ki, geniş informasiya yayılır. Və ona görə də biz də öz müqabilimizdə bu informasiyanı yayacağıq və bir daha biz Allahlardan dua edirik ki, haqq və ədalət öz yerini tutsun. İnşallah Eynullah da azad olsun və ona aksiyada iştirak edənlər də Eynullah ilə bir yerdə oturub o xoş günlərimizi, qarşıda gələn xoş günlərimizi uğrunda mübarizə aparaq inşallah. Amin. Allah sizə kömək olsun. Sağ olun. Sağ olun. Sizə də can sağlığı və necə deyəlim, möhkəm olun. Sağ olun. Sağ olun. Bak 3 yol. Biri oturup sakit durma, gözlemeyi. 10 ildir, 15 ildir, 50 ildir, otur gözle. Bir daha. İkinci yolu. Gedib mektublar yazmaq, xahiş eləmək. Mehriban xanımdan, İlham cənab prezidentdən və s. və bu hökumət. İkinci yolu budur. Üçüncü yolda döyüşməkdir. Dava çəkilməmək, döyüşmək. Bu üç, ya bunu eləyirsən, ya bunu bir dəfə, o olmayacaq. Olmayacaq. Başa düşsən? Hal-hazırda indi nə yerdə qalıb? Sakit ki, Eynullanın işi, biz bizə girdik, aclığa Amerikan uşaqlara da baxdıq, yazdıq. Eynullan işi belədir deməli, Avropa məhkəməsinin axırıncı qərarında bildik. Qərarını bildir. Bunlar istəyirdi, bu aclıq nəyə görə idi? Bunlar dedi ki, plenum olub ayın 12-sində, bir plenum olub ayın 12-sində. Bunlar dedi ki, bu plenum olacaq da 3 ay müddətində olur, rübidə bir dəfə olur, yəni 3 ay. Olacaq yanvarda, fevralda. Bunlar aclığı ki, başladılar Eynullah orada, sağ olsun, bunlar da burada. İndi onlar da seçki qabalı, çəkildilər dala, həm ucumdan danışırım. Bəli, bəli. Gəlirlər 11-i, gələn ayın 11-i. Deməli, birinci işi bunu ləğv olunur. Yəni, o qərar burada icra olunmalıdır. Qalır mı bu narkotik məsələsi? Burada necə fırladacaqlar bunu? Ya deyəcəklə geçsin yatsın, 2 il yarımı da. Ya da ki, bu, mən türmədə olmasaydı, mən narkotik hardan idi. Yəni, bu birinci işi, bu 3 il yarımı o pozulmalıdır. Ne görə necə olacaq da, qardaşım? Amma mən də artıq o 2 il yarımı da hazırlaşıram. Neyini? 2 il yarımda bir il gedib, gəl. Ondan da bir il gedib. İnşallah Eynullahın çıxmanı bayaq uşaqlara dedik, biz qeyd edəcəyik. Hamımız vallahi reyvanlarla sizlə. Bu işlər nə qədər böyük əziyyət çəkib siz onu bilirik. O Novruzəli müəllimin işi ilə. Allah ona rəhmət eləsin. Allah, biz bilirik, Allah ona rəhmət eləsin. Eynullahın, bax bizim o Talış info saytı var. Mən niyə deyirəm, bu info burada birləşdiriləcək. O info bəzən bizə tənqid edirlər ki, bu sayt az qala Eynullah Fətullayevin saytına dönüb. Bizə deyirlər ki, biz başa düşürük, sən əsas bu mövzunu niyə daima hər 3-4 mövzudan bir Eynullah haqqında yazırsın. Deyirəm ona görə ki, Eynullah Fətullayev ilk şəxsiyyət oldu ki, Novruzəli müəllimi həbs edəndə onun müdafiəsinə qaldı. Və ilk şəxs oldu ki, bildirdi ki, bunlar Talışların onun öz məsələləri var, onu qaldırdı və müəyyən qədər aiskar oldu ki, Bundan da əlavə, bir əlavə deyim. Onun yayınında yeganə adamdır ki, orada otura-otura məqalələrini də yazır və mübarizəsini davam edir. Allah sizə kömək olsun. Çox sağ olun. Allah sizə uğurlar. Biz bilirik ki, o çıxacaq. Və bir də məsələ var. Biz özümüz də canımdanıq.